Salam. Bugün Jeremy Benthamın utilitarizm nəzəriyyəsi haqqında məlumat verəcəm. Jeremy Bentham kimdir? Jeremy Bentham Britaniya filosof, hüquqşünas və moralist idi. Maarifçilik dövründə yaşayıb və radikal fikirləri ilə liberalizmin inkişafına səbəb olub. Heyvan haqlarının müdafiəsinə dair ilk fikirləri də Bentham irəli sürüb. Məşhur ideyalarına panoptika və utilitarizm misal çəkə bilərik. Benthama görə xoşbəxtlik ölçülə bilən bir məfhum idi və xoşbəxtliyi ölçmək üçün müəyyən meyarlar irəli sürmüşdü. Utilitarizm, yəni faydalılıq prinsipi, Latınca mənası ilə fayda deməkdir və etik bir nəzəriyyədir. Utilitaristlərə görə ən yaxşı əməl ən çox insana ən çox xoşbəxtlik gətirən əməldir. Burada Machiavellis yanaşmanı da görə bilərik, çünki Machiavelli nə deyirdi? Deyirdi ki, məqsəd vasitəyə haqq qazandırır. Bu nəzəriyyə hərəkəti özü ilə deyil, nəticələr ilə mühakimə eləyir və deyirdi ki, əgər bir hərəkət xoşbəxtliyi artırırsa və əziyyəti azaldırsa, o əxlaqi cəhətdən doğrudur. Əxlaqın ölçüsü onun nəticəsidir, niyyət deyil. Çünki yaxşı niyyət hər zaman yaxşı nəticəyə səbəb olmur. Eyni zamanda utilitaristlərin bəzilərinin fikrinə görə hüququn dəyəri faydası ilə ölçülür. Burada da Machiavellis yanaşmanın təsirini görə bilərik. Məsələn, faydalılıq prinsipinə nümunə çəkək. Bir adamın 5 ədəd şərabı var, amma çörəyi yoxdur. Həmin adam çörək əldə etmək üçün şərablarının bəzilərindən imtina edə bilər. Amma bir də belə bir düşünək ki, həmin adamın həm şərabı və həm də çörəyi var və bunları əvəzləmək onun üçün fərq etmirsə, deməli burada faydalılıq prinsipi yoxdur və əlində olan resursların mübadilə dəyəri olmadığı üçün onlar əhəmiyyətsizdir. Benthamın utilitometri nə idi? Puldur. Bu nə deməkdir? Bu o deməkdir ki, pul Benthama görə əzab və həzzin kəmiyyətlərini ölçmək üçün bir vasitədir. Amma növbəti slaydda, yəni hətta elə bu slaydda burada əsas fikrin nə olduğunu sizlərə çatdıracağam. Belə bir fikir irəli sürürük ki, əgər birinin 1 kron pulu varsa və yaxud da ki 5 şillinq olsun, fərqi yoxdur, hər hansısa bir pulu varsa, ehtiyacı olan birinə vermək də bu pulu bir növ ehtiyacı olan birinə verə də bilər və ehtiyacımız olmayan bir şeyə sərf edə bilərik. Nəticədə həmin o ehtiyacı olan insana verib qazandığımız həzlə, həmin o ehtiyacı olan insana verməyib, yəni nəfsimizə hakim olmayıb, başqa bir ehtiyacımız olmayan nəyisə almağımız arasında hər şey sadəcə o əlimizdə olan miqdara baxır. Misal üçün 5 şillinqə. Biz 5 şillinqlə həm kimisə xoşbəxt edə bilərik, yəni kiməsə yardım edə bilərik, həm də ehtiyacımız olmayan bir məsələn paltar olsun və yaxud da ki qida olsun, bunu əldə edə bilərik. Eyni zamanda buradan belə bir nəticə çıxarır. Deyir ki, sərvətin 10.000 qatı xoşbəxtliyin 10.000 qatını gətirmir. Bir insanın sərvəti başqasınınkindən daha çox olduğu müddətdə xoşbəxtliyin yaradılmasında sərvətin təsiri azalan şəkildə davam edir. Buna azalan marjinal fayda da deyirlər. Bu nə deməkdir? Çox sərvət olduğu halda, məsələn, tutalım birinin 1 milyon dollar pulu var. Həmin adam hər əlavə dollardan, yəni tutalım hər dəfə ona 1 dollar gəlir. 1 dollar gəlir bu 1 milyon qarşısında kiçik olduğuna görə deməli nədir? Faydası da azdır. Marjinal faydalılıq artmağa görə gərək onun çox gəliri gəlsin. Məsəl üçün 1 milyon dollara gəlir gəlsə ona, burada artıq onun marjinal faydalılığı bir o qədər çoxdur. Az sərvət olduğu halda, məsələn birinin var 5 manatı, amma hər səfər ona elə bir ki 10 manat gəlir. Yəni müəyyən bir miqdarda gəlir. Bu həmin adama daha çox faydalılıq gətirir. Amma bu demək deyir ki, sərvəti çox olan adam həmin o 1 dollar da istəmir. Yəni bu dəyişkən bir şeydir, başa düşürsünüz, amma faktiki olaraq burada marjinal faydalılıq az olur da. Çünki gərək çox gəlir gəlsin ki, orada artıq marjinal faydalılığın olduğunu biz deyə bilək. Bir sözlə, artan tələblə ehtiyaclar çoxalır və daha çoxunu tələb eləyir. Pareto prinsipi haqqında məlumat verəcəm. Pareto prinsipi, yəni 80-20% aralığında və yaxud da 20-80% və yaxud da Pareto qanunu kimi də biz bunu görə bilərik. Prinsipin ümumiyyətlə çıxarılmağı İtaliya ilə bağlı idi. Hansı ki bu alim Pareto İtaliyanın əhalisindən bağlı. Orada 20% əhalinin 80% torpağa sahib olmağından belə bir nəticəyə gəlir. 80-20% prinsipin ədalətliyini sübut edən bir çox nümunələri biznesdə tapmaq olar. Yəni iqtisadiyyatla daha çox əlaqəli olan termin olsa da, biz bunu müxtəlif sferlərdə də görə bilərik. Nəticələrin təxminən 80%-i səbəblərin 20%-indən yaranır.
Təbii ki, bu nisbət dəqiq riyazi qanununa görə deyil, daha çox empirik müşahidə və analitik prinsip nəticəsində formalaşan bir prinsipdir. Yəni konkret olaraq biz bu müddianı bir növ qəbul edə bilmərik də. Yəni elmi bir müddəa deyil, sadəcə olaraq empirik müşahidə nəticəsində əldə olunub. Məsələn, Paretoya görə maksimal xoşbəxtlik işin kiçik bir hissəsindən asılıdır. Məsələn, 20% və biz cəmiyyətin xoşbəxtliyi üçün münasibətlərdə fərdlər arası münasibətlərin dərin və ətraflı təhlilindən imtina etməliyik. Pareto deyir ki, əgər biz ümumi mənfəəti istəyiriksə, ümumi xoşbəxtliyi istəyiriksə, bu xırda məsələlərdən uzaq qaçmalıyıq. Hansı ki, o xırda məsələlər bir növ prosesin 80%-ni təşkil edir. Daha çox əsas təsir göstərən məqamlara biz diqqət yetirsək, deməli o 20%-dən 80% hissəni də əldə edə bilərik. Məsələn, buna insanlar arası, yəni fərdlər arası münasibətlər daxildir. Tutalım ki, 10 nəfər mübahisə edir. Biz indi hər birinin arasında olan mübahisəni ayrı-ayrılıqda təhlil edib vaxt apara bilmərik də. Yəni bu həm vaxt baxımından, həm də təhlilin qəlizliyi baxımından çətin bir prosesdir. Paretoya görə ümumi olaraq orada müddialar götürülür. Yəni məsələnin 20% haqqında məlumat toplanılır və ümumi bir həll yolu tapılır. Məsələn, həmən insanlar tutalım ki, torpaq üstündə mübahisə edirlər. Daha ehtiyac yoxdur ki, məsələn, biri nə üstündə mübahisə edir torpağa, biri nə üstündə, biri niyə görə. Pareto sadəcə olaraq o 20% məlumatla 80%, yəni qalan hissəni təmin etməyin mümkün olduğunu irəli sürür. Bu xüsusən də iqtisadiyyat və biznes sahəsində tətbiq olunmağına tərəfdardır. John Stuart Mill haqqında məlumat vermək istəyirəm. John Stuart Mill də utilitarizm haqqında bir növ əsərlər yazan, fikirlər irəli sürən müəlliflərdən biri olub. John Stuart Mill Benthamın utilitarizmini daha çox mexanik və kobud hesab edirdi. Utilitarizmi daha humanitar və müdafiə olunan şəkildə dərk eləməyə çalışırdı. Benthamın həzləri eyni səviyyədə görməsinə, mənəvi və zehni dəyərləri itirməsinə yanlış baxırdı. John Stuart Millə görə, yəni həzlər də, yəni xoşbəxtlik də iki cür olur. Ali xoşbəxtliyi var və aşağı xoşbəxtliyi var, yəni aşağı səviyyəli. John Stuart Mill ali həzləri, ali xoşbəxtliyi daha üstün görür və deyir ki, hətta onu dadan insanlar aşağı səviyyəli xoşbəxtliyə bir növ müraciət çox eləmirlər də. Hətta bununla bağlı belə bir ifadə də var idi, məsəl kimi. Deyir ki, donuz olmaqdansa Sokrat olmaq daha yaxşıdır. Belə bir deyim də var bununla bağlı. John Stuart Milldə ən çox insan üçün ən böyük xoşbəxtlik, yəni bir növ bu dediyim ali həzlər əsasında qurulan xoşbəxtlik kimi qəbul olunurdu. Praqmatizm və utilitarizmin müqayisəsi haqqında danışmaq istəyirəm. Çünki hər ikisi də bir növ müəyyən qədər yaxınlığı olan nəzəriyyələrdir. Amma bunların arasında təbii ki, fərqlər mövcuddur. Hər ikisi fayda və nəticəni ön plana çəkir. Həm praqmatizm, həm də utilitarizmdə fayda ön plandadır. Eyni zamanda nəticə. Praqmatizmin meyarı doğruluqdur. Yəni praqmatistlər nə deyir? Deyirlər ki, ideyaların doğruluğunu biz müəyyənləşdirmək istəyiriksə, onları praktikada tətbiq eləməliyik. Və nəticədə görə bilərik ki, bu bizə nə qədər fayda verir. Utilitaristlər isə hərəkətlərin əxlaqi dəyərinə daha çox önəm verirdilər. Ən çox insana ən çox fayda gətirməsinə görə qiymətləndirirdilər. Bir növ burada belə deyə bilərik ki, praqmatizm həm fərdin, həm də çoxluğun maraqlarını nəzərə alır. Utilitarizm isə yalnız çoxluğun. Buna nümunə çəkə bilərik idman sahəsi, məsələn. Tutalım bir adam hər səhər parkda qaçır. Utilitaristlər görür ki, bu cəmiyyətə heç bir problem yaratmır da. Həmin insan sakit formada parkda özü üçün qaçır. Praqmatistlər isə burada fərdi cəhətdən sağlamlığı götürür də. Deyir, həm fərd sağlam olur, həm də cəmiyyətə heç bir ziyanı toxunmur. Amma indi burada bir digər məqam var. Məsələn, tutalım həmən adam, məsələn, praqmatistlərə görə qaçarkən yüksək bir növ səslə mahnı dinləyir. Bu onun özünə xoş gəlir. Çünki burada dediyək praqmatistlər həm fərdi, həm də cəmiyyətə əsas götürür. Lakin cəmiyyətdəki insanları bu bir növ melodiyanın, mahnının səsi narahat edir. Utilitaristlərə görə artıq bu edilməməli olan bir hərəkətdir. Yəni əxlaqi cəhətdən doğru sayılmır. Yəni bir hərəkət yalnız fərd üçün yaxşıdırsa, amma başqalarına zərər verirsə, utilitarizm baxımından bu düzgün sayılmır. Praqmatizmə görə isə bu hərəkət işləyirmi sualı əsas önəmlidir. Utilitarizmə görə bu hərəkət yaxşıdırmı sualı önəmlidir. Praqmatizmin banisi James sayılır, yəni William James. William James'ə görə bir fikir o vaxt həqiqidir ki, o işləyir, yəni o tətbiq olunur.
daha doğrusu. Yəni həqiqət mütləq dəyişməz, keyfiyyət deyil. Həqiqət dəyişən bilən nisbi bir anlayışdır William Jamesə görə və əgər insanın təcrübəsində faydalılığı varsa, o həqiqətdir. Yoxdursa deməli həqiqət deyil. Diqqətinizə görə təşəkkürlər. Ümid edirəm sizlər üçün faydalı bir video oldu. Növbəti videolarda da çalışacağam mümkün qədər maraqlı mövzular, maraqlı nəzəriyyələr haqqında sizlərə məlumat vereyim. Diqqətinizə görə bir daha təşəkkür edirəm. Sağ olun, salamat qalın.